Ukrayna və Rusiya arasında 30 günlük atəşkəs rejimi təkcə raket və dron hücumlarını deyil, həm də bütün cəbhə xətti boyunca döyüş əməliyyatlarını əhatə etməlidir. Bu fikri Ukrayna prezidenti Volodymyr Zelenski xalqa müraciətində söyləyib. O deyib ki, Ukrayna bu təklifi qəbul edir və belə bir addımı atmağa hazırdır. Prezidentin sözlərinə görə, Amerika üçün əsas vəzifə Rusiyanı bu qərarı dəstəkləməyə inandırmaq olacaq. Biz razıyıq və əgər Rusiya razılaşsa, o zaman atəşkəs başlayacaq deyə prezident bildirib. Zelenski həmçinin qeyd edib ki, Vaşinqton Ukraynaya müdafiə yardımını, o cümlədən kəşfiyyat məlumatlarının ötürülməsini bərpa etməyə hazırdır. Prezident vurğulayıb ki, 30 günlük atəşkəsə əməl olunarsa, Kiyev öz tərəfdaşları ilə birlikdə uzun müddətli sülh və təhlükəsizliyə zəmanət verəcək işçi sənədlər hazırlaya biləcək. Ukrayna sülhə hazırdır. Rusiya da müharibəni bitirməyə və ya müharibəni davam etdirməyə hazır olduğunu nümayiş etdirməlidir. Həqiqətin vaxtı çatıb deyə Zelenski vurğulayıb. Zelenski Kiyevin Amerika ilə danışıqlarda 30 günlük atəşkəsə niyə razı olduğunu da açıqlayıb. Prezident əlavə edib ki, buna səbəb Amerikanın Ukraynanın hazırki rəhbərliyinin sülh istəmədiyi ilə bağlı iddialarına son qoymaq olub. Ukrayna lideri əlavə edib ki, Rusiyanın hər hansı razılaşmalara əməl edəcəyi ilə bağlı heç bir təəssüratı yoxdur. Lakin ölkəsinin güya müharibənin ümumiyyətlə bitməsini istəmədiyi ilə bağlı iddialara son qoymaq üçün təklifi qəbul etməyi zəruri hesab edib. Mən dəfələrlə vurğulamışam. Heç birimiz ruslara güvənmirik. Ancaq Rusiyanın bütün dünyaya yaydığı müharibənin bitməsini istəmədiyimiz haqda nağıllara yol verməyəcəyik. Çox ciddiyəm və müharibəni bitirmək mənim üçün vacibdir. Mən Amerika prezidentinin və Amerikalıların da bunu görməsini istəyirəm. Ona görə də mənim reaksiyam o oldu ki, biz 30 günlük sükut formatına hazırıq deyə Zelenski atəşkəsə niyə razı olduğunu belə əsaslandırıb. Bu arada Amerika prezidenti Donald Trump Ağ Evdə jurnalistlərə müsahibəsi zamanı əvvəllər sülh istəməyən Zelenskinin indi sülhə razı olduğunu deyib. O, əvvəllər sərt olan Ukrayna tərəfinin fikrini dəyişdiyini düşündüyünü qeyd edib. Əvvəllər sülh istəmirmiş kimi görünən Zelenski indi sülhə razıdır. Necə olacağına baxacağıq deyə Trump əlavə edib. Amerika lideri Rusiyaya xəbərdarlıq da edib. Əgər Rusiya müharibəni davam etdirmək qərarına gəlsə, ona qarşı sanksiyalar dağıdıcı ola bilər. Elə şeylər var ki, maliyyə baxımından xoşagəlməz olar. Mən maliyyə baxımından tədbirlər görə bilərəm. Bu, Rusiya üçün çox pis olar. Mən bunu etmək istəmirəm, çünki sülhə nail olmaq istəyirəm deyə Trump bildirib. Amerikanın Ukrayna məsələsində nəyisə həll etməyə yaxınlaşdığını vurğulayan Trump, maliyyə tədbirlərinin Moskva üçün dağıdıcı ola biləcəyini deyib. Trump bundan başqa Ukrayna ilə bağlı danışıqlarda ərazilər mövzusunun da müzakirə olunduğunu açıqlayıb. Ukraynada nizamlanma üzrə danışıqların iştirakçıları təkcə atəşkəslə bağlı deyil, həm də ərazilər mövzusunu müzakirə edirlər. Ərazilər və digər əlaqəli məsələlər də müzakirə edilir. Bir çox detallar müzakirə olunur. Düşünürəm ki, bu Rusiya üçün də məna kəsb edir. Rusiya üçün də bir çox mənfi cəhətlər var deyən Amerika lideri təfərrüatları açıqlamayıb. Amma o, 2 aprelin çox böyük gün olacağını anons edib. Hal-hazırda bizimkilər Rusiyaya gedir. İndi əsas iş Rusiyadan asılıdır deyə Trump fikrini tamamlayıb. Bu arada Ağ Evin mətbuat katibi Caroline Leavitt isə Fox News-a açıqlamasında deyib ki, Amerika prezidentinin xüsusi nümayəndəsi Steven Witkoff bu həftə Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar aparmaq üçün Moskvaya səfər edəcək. Prezidentin xüsusi nümayəndəsi rusları bu danışıqların bir hissəsi olmağa çağırmaq üçün bu həftə Moskvaya gedəcək və ümid edirik ki, onlar razılaşacaqlar deyə Ağ Evin mətbuat katibi bildirib. Bugün Ukrayna prezidenti Volodymyr Zelenski isə keçirdiyi brifinqdə bildirib ki, Ukrayna işğal olunan əraziləri Rusiyanın bir hissəsi kimi tanımayacaq. Bu, Ukrayna üçün danışıqlarda qırmızı xəttdir. Mən prezident kimi konstitusiyamızı pozmayacağam. Əksinə, xalqımızı və torpağımızı müdafiə edərək suverenliyimizi və müstəqilliyimizi müdafiə edəcəm deyə prezident qeyd edib. Zelenski əlavə edib ki, Ukrayna müstəqillik uğrunda mübarizə aparır və buna görə də Rusiya tərəfindən işğal edilmiş heç bir ərazini tanınmayacaq. Xalqımız bunun üçün döyüşüb.
qəhrəmanlarımız həlak olub. Ona görə də bunu heç kim unutmayacaq. Biz Ukraynaya qarşı törədilən bu cinayəti heç kimə unutdurmayacağıq deyə dövlət başçısı bildirib. Zelenski onu da əlavə edib ki, Ukraynada hərbi vəziyyət yalnız müharibə başa çatdıqdan sonra ləğv ediləcək. Atəşkəsdən sonra hərbi vəziyyətin ləğvinin mümkünlüyü ilə bağlı sualı cavablandıran Zelenski qeyd edib ki, əsas mərhələ atəşkəsdir. Biz atəşkəsə hazırıqmı? Bəli. Məsələ Rusiya tərəfinin buna hazır olub olmamasıdır deyə Ukrayna lideri vurğulayıb. Onun sözlərinə görə beynəlxalq tərəfdaşlar tərəfindən atəşkəs prosesinin texniki monitorinqi də aparılmalıdır. Göydə və dənizdə sükutu izləmək mümkündür. Amma hər yerdə atəşkəsdən danışırıqsa, tərəfdaşlardan texniki dəstək lazımdır. Zelenski bildirib ki, müharibənin dayandırılması və Ukraynanın təhlükəsizliyinə zəmanət verilməsi üçün mərhələli plan hazırlandıqdan sonra onun mərhələli şəkildə həyata keçirilməsinə başlanacaq. İndi əsas sual Rusiya tərəfinin və bizim müttəfiqlərimizin buna hazır olub olmaması ətrafındadır. İkinci məsələ isə tərəfdaşlarımızın atəşkəsin texniki monitorinqini həyata keçirə bilməsindən ibarətdir. Bütün bunlara nail olunarsa, baş verənlər yekun nəticədə müharibənin bitməsi ilə nəticələnəcək. Hərbi vəziyyət rejimi də məhz bundan sonra aradan qaldırılacaq. İndiki məqamda biz sabitliyin əldə olunmasına, hərbi vəziyyət rejiminin ləğv edilməsinə və sonra Ukrayna qanunvericiliyinə uyğun şəkildə prezident seçkisinin keçirilməsinə nail olmalıyıq. Heç kim bilərəkdən heç nəyi təxirə salmayacaq deyə Ukrayna prezidenti fikrini tamamlayıb.